Salam, bugün mən sizlər üçün tozlanma, bir də meyvələrin təsnifatı mövzusunun izahını edəcəm. Tozlanma təbiətdə iki tipdə ola bilər. Biri var öz-özünə tozlanma, biri də var çarpaz tozlanma. Nə zamandan bəri biz öz-özünə tozlanmanı görürük? Təbii ki, örtülü toxumlu bitkilərin yarandığı təbaşir dövründən bəri. Çünki çiçək yaranmalı idi ki, bitkidə öz-özünə tozlanma müşahidə edilə bilsin. Amma çarpaz tozlanma daha qədimdir və geoloji dövrləri öyrəndiyimiz zaman çarpaz tozlanmanın Devon dövründən bəri var olduğunu bilirik. İlk çılpaq toxumlu bitkilərdə yaranmışdır. İstər öz-özünə tozlanan bitki olsun, istərsə də çarpaz tozlanan bitki olsun ki, biz bilirik ki, çarpaz tozlanan bitkilərdə də çarpaz tozlanmanın da növləri var. Küləklə tozlanma var, həşaratla tozlanma var. Və bu bitkilərin çiçəklərində müxtəlif uyğunlaşma əlamətləri müşahidə edilir. Və hansı ki, biz bunu 11-ci sinif dərsliyində uyğunlaşma mövzusunda öyrənmişik. Burada yenə qeyd etmişəm, daha da möhkəmləndirək, daha da mükəmməlləşdirək. Və öz-özünə tozlanan bir bitkidirsə, bu bitkidə nə olmalıdır? Əvvəla erkəkciklə dişicik eyni bir çiçəkdə yerləşməlidir, yəni iki cinsli çiçəyimiz olmalıdır. Daha sonra erkəkcik dişicikdən yuxarıda yerləşməlidir. Çünki erkəkcik yetişdikdən sonra tozluqda olan tozcuqlar rahatlıqla dişicik ağacığına düşə bilsin deyə. Bir də eyni vaxtda yetişməlidir, həm erkəkcik, həm də dişicik. Və öz-özünə tozulan bitkilərdə biz nümunələri buraya qeyd etmişəm və bunları yadımızda saxlamamız üçün necə yadımızda saxlamalıyıq? Biri var çiçək açmazdan əvvəl, yəni çiçəklər qapalı olduğu zaman öz-özünə tozulan bitkilər, bir də var çiçək açdıqdan sonra öz-özünə tozulan bitkilər. Buğda da, arpadır, darı, vələmir, nə bilim, noxud, arpa bunlar çiçək açmamışdan daha doğrusu əvvəl, yəni çiçəklər qapalı ikən tozlanması gedən bitkilərdir. Amma çiçək açdıqdan sonra olanlar isə pambıqdır, kənafdır, kətandır. Bəzən burada çox vaxt qarışdırılır ki, hansı çiçək açdıqdan sonra idi, hansı çiçək açmazdan əvvəl idi. Və bunu biz necə yadda saxlamalıyıq? Həmişə mən öz qruplarımda müəllimlərə olsun, abituriyentlərə olsun bu şəkildə deyirəm ki, çiçək açdıqdan sonra, baxın, sonra sözünü belə də yadda saxlaya bilərik ki, yaralandıqdan sonra bizə pambıq lazımdır ki, yod vasitəsilə həmin pambığı, pambıq vasitəsilə yodu yara nahiyəsinə sürtək və daha sonra onun üzərini kətandan hazırlanmış bir parça ilə sarıya bilərik. Deməli, yaralandıqdan sonra bunlar bizə lazımdır. Ona görə bu kodlama ilə yadda saxlaya bilərsiniz ki, pambıqdır, kənafdır və kətandır. Bunlar da öz-özünə tozlanma çiçək açdıqdan sonra, yəni yaralandıqdan sonra lazım olduğu üçün bizə çiçək açdıqdan sonra bu bitkilərdə tozlanma gedir. Təbii ki, o sadəcə bir kodlama idi, elmi əsaslı bir cümlə deyildi, onu da nəzərə alırıq. Çarpaz tozlanma. Çarpaz tozlanmanın da növləri vardır. Hansı ki, biz buna küləklə tozlanmanı misal göstərə bilərik, həşaratla tozlanma, süni tozlanmanı misal göstərə bilərik. Küləklə tozlanan bitkilərdə hansı uyğunlaşma əlamətləri olacaq? Əvvəla çiçəyimiz görkəmsiz olmalıdır. Təbii ki, mən burada yerləşdirdiyim çiçək görkəmlidir. Sadəcə bunu tapa bildim, yəni ki, tapa bilmədim əslində, belə deyək də, küləklə tozlanan çiçək şəkli tapa bilmədiyimə görə bunu yerləşdirdim. Və burada, bax, biz görürük ki, burada əlvan ləçəkləri vardır. Amma küləklə tozlanan bitkilərdə əlvan bir ləçəyə ehtiyac yoxdur. Çünki əlvan ləçək cəlb etmək üçündür. Bunu kimi cəlb edir, nəyi cəlb edir? Zaten küləklə tozlanır. Cəlb etmə həşəratı cəlb edər. Ona görə həşəratla tozlanan bitkilərdə cəlb etmək üçün əlvan çiçəklərin olması onlara xasdır. Və burada sadəcə olaraq biz deyirik ki, görkəmsiz çiçəkləri olur, ətirsiz, nektarsız olurlar. Çünki ehtiyac yoxdur da, zaten həmin o tozcuqlar külək vasitəsilə yayılacaq. Amma tozcuqlar çox olmalıdır, kiçik olmalıdır. Sonra asan sirkələnən çiçək qrupunda toplanır həmin o çiçəklər. Və bir də ki, erkəkçiklərin bu saplaq hissəsi uzun olur ki, asan sirkələnmə təmin olunsun. Və küləklə tozlanan bitki misalına qovaqdır, söyüddür, çovdardır, qarğıdalı qoz, fındıq, toz ağacı, bu kimi bitkilərin misallarını çəkə bilərik. Və gəldik həşaratla tozlanma.
Həşəratla tozlanma, bax, bəli, bu çiçəklərə lazımdır əlvan rəng. Bu çiçəklərə lazımdır ətirli çiçəklər, çiçəklərin iri olması, çiçək qrupunda yerləşməsi, ki, çiçək qrupunda yerləşmə də zaten biz bilirik ki, uyğunlaşmadır. Çünki xırda çiçəklər çiçək qrupunda yerləşdiyi zaman tək iri bir çiçəyə bənzəyir və bu da həşəratı cəlb etmiş olacaq. Daha sonra tozcuq dənəcikləri yapışqanlı olmalıdır, iri olmalıdır həşəratın bədəninə yapışması üçün. Çarpaz tozlanma yalnız həşəratlar tərəfindənmi həyata keçirilir? Xeyr, təbii ki, biz dedik külək vasitəsilə də həyata keçirilə bilər. Eyni zamanda digər heyvanlar vasitəsilə də həyata keçirilə bilər. Misal, quşlardan kolibr quşu çarpaz tozlanmanı bitkilərdə həyata keçirir. Məməlilərdən yarasalar, mollyuskalardan çılpaq ilbiz də bu işi görür. Və xaşxaş lalə bitkiləri böcəklərlə tozlandırılır. Bir ildə bu bizə MİQ sualı kimi təqdim olunub. Yaxşı yadda saxlayın, ətirli tütün gecə çiçəyini də. Yəni, bilmək olmaz, bəlkə də sertifikasiya sualı kimi qarşımıza gələr. Xaşxaş və lalə bitkiləri böcəklərlə tozlandırılır. Çünki onlarda nektar yoxdur. Baxmayaraq ki, deməli, əlvan çiçəkləri var, amma nektar yoxdur və böcəklər onlarla qidalanır və qidalandığı zaman da onların tozcuqlarının yayılmasında iştirak edir. Ətirli tütün və gecə çiçəyi bitkiləri isə gecə həşəratları tərəfindən tozlandırılır və bu bizə yenə uyğunlaşmanın nisbiliyi mövzusunda qarşımıza çıxmışdı ki, gecə kəpənəkləri özlərini elektrik lampasını çırparaq yandırırlar. Əslində, bu onlarda uyğunlaşma nisbiliyinə misal idi. Çünki biz bilirik ki, hər uyğunlaşma mütləq deyil, nisbi ola bilər. Əslində, gecə kəpənəkləri gecə bitkilərini tozlandırırlar və onlar da ağ rəngdə olduqları üçün elektrik lampasının işığını həmin o çiçəklərə bənzətdikləri üçün ora tərəf gedirlər və onların məhvinə səbəb olur. Yəni, bu da uyğunlaşmanın nisbiliyi misalında idi. Milçəklərlə tozlanan misalını qəndalaş, rafleziyanı misal göstərə bilərik. Arılarla yemişan, yonca, qarağat, ağakasiya bunları misal göstərə bilərik. Əksər meyvə bitkiləri, günəbaxan, astra, georgin, bunlar da həşəratlar vasitəsi ilə tozlanırlar. Mən əlamətlərində dedim, səhv etmirəmsə. Və gəldik meyvə və meyvələrin təsnifatı. Meyvələr ümumiyyətlə var bir polikarp, bitkilər daha doğrusu, bir də var monokarp bitkilər. Monokarp bitki ömründə bircə dəfə olsun çiçək açıbsa, meyvə veribsə, biz buna monokarp deyirik və mono bir deməkdir, karp da meyvə deməkdir. Polikarp isə bir və, yəni birdən çox da, belə deyək, bir olanda monokarp olur zaten. Birdən çox, bir neçə dəfə çiçək açırsa, bir neçə dəfə meyvə verirsə, biz bunlara artıq polikarp bitki adını veririk və poli sözünün mənası da çox deməkdir. Karp yenə də meyvə deməkdir. Və gəldik meyvə. Nədir meyvə? Əvvəlcə meyvələrin təsnifatını keçməmişdən öncə bir aydınlaşdıraq ki, meyvənin özü nədir? Baxın, meyvə sözsüz ki, generativ orqandır. Təbaşir dövründə çiçəklə bərabər örtülü toxumlu bitkilərdə əmələ gəlmişdir. 3 generativ orqandan biridir. Meyvə özü 2 hissədən ibarətdir. Biri meyvə yanlığıdır, digəri toxumdur. Meyvə yanlığı nədən yaranır? Yumurtalıqdan. Toxum nədən yaranır? Yumurtacıqdan. Və indi bunu mən nəyə görə üzərinə belə basa-basa dedim? Çünki meyvə dediyimiz deməli ki, 2 hissədən ibarətdir. Toxum, bir də meyvə yanlığı. O zaman mən əgər ki, toxumu alarsam, o zaman əlimdə qalan meyvə olmaz. Əlimdə qalan nə olar? Olar meyvə yanlığı. Deməli, meyvə dediyimiz toxum və meyvə yanlığı ikisi birlikdə deməkdir. Yəni, mən toxumu aldıqdan sonra meyvənin içərisində əlimdə qalan meyvə deyil, meyvə yanlığı olacaq. Toxum, meyvə yanlığı ikisi birlikdə biz buna bu şəkildə meyvə deyirik. Və meyvələr mənşəyinə görə bölünür həqiqi, yalançı və axta meyvələr olmaqla. Həqiqi meyvələr o meyvələrdir ki, dişicinin yumurtalığından əmələ gəlirsə həqiqi meyvələrdir. Əksər meyvələr həqiqidir. Burada nümunələr də çəkilmişdir. Gəldi yalançı meyvə. Yalançı meyvənin əmələ gəlməsində yenə yumurtalıq iştirak etməyinə edir, amma yumurtalıqla bərabər çiçəyin digər hissələri, çiçəyin saplağı ola bilər, çiçək yanlığı ola bilər, çiçək yatağı ola bilər, bunlar da iştirak edir. Misal olaraq çiyələkdə, almadır, armuddur, heyvadır, əzgildir, bunları misal göstərə bilərik yalançı meyvələr misalına.
Axta meyvədə isə mayalanma getmir və mayalanma getmədən əmələ gələn meyvədirsə, deməli ki, bunun toxumu olmayacaq. Çünki mayalanma getmədən necə toxum əmələ gəlsin? Və biz burada adlarını qeyd etmişəm: üzüm, limondur, portağaldır, şərq xurması, əncir. Və deyə bilərsiniz ki, biz bunların axı toxumlarını görmüşük. Bu demək deyil ki, bunlar yalnız axta olur. Axta formaları da mövcuddur. Hal-hazırda Novruz bayramı ərəfəsidir və şərq xurması istifadə olunur. Və xurmanı görürük ki, əgər içərisində o toxumu çox olan və toxumsuz formaları var, toxumsuz formalarını yemək daha rahatdır, nəinki o toxumlu formasını yeməkdənsə. Meyvələrin təsnifatına gəldiyimiz zaman bir çiçəkdən əmələ gələnlər var, meyvələr, və çoxlu sayda çiçəklərdən əmələ gələn meyvələrimiz vardır. Bir çiçəkdən əmələ gələn meyvələr iki yerə bölünür. Var sadə meyvələr, bir də var mürəkkəb meyvələr, hansı ki, sadə meyvələri biz bu günləri geniş şəkildə öyrənəcəyik. Sadə meyvələrdə məsələ nədir? Burada bir dişici olan çiçəkdən əmələ gəlir. Yəni, zaten sadə meyvədə, mürəkkəb meyvədə, yəni ikisi də bir çiçəkdən əmələ gəlir. Amma əgər bir dişici olan çiçəkdən, bircə dənə dişici olan çiçəkdən əmələ gəlirsə bu meyvə, mən buna sadə meyvə deyəcəm. Yox, əgər ki, çoxlu sayda çiçək birdir, amma bir çiçək içərisində çoxlu sayda dişicik varsa, mən buna mürəkkəb meyvə deyəcəm. Və mürəkkəb meyvə misalları mürəkkəb çərdək meyvə və mürəkkəb fındıqca meyvəni misal göstəririk. Mürəkkəb çərdək meyvəyə moruq böyürtkəndir, fındıqca meyvəyə isə itburnu çiyələk, qızılgül və qaytarmanı misal göstərə bilərik. Bir də var, çoxlu sayda çiçəkdən əmələ gəlir. Yəni, artıq burada bir çiçək deyil də, çoxlu sayda çiçəkdən əmələ gələn, hansı ki, biz bunlara toplu meyvə adını vermişik. Toplu meyvələrə misal olaraq ananası, tutu, ənciri misal göstərə bilərik. Unutmuruq, hansıları oldu? Toplu meyvələr, ananas oldu, tut oldu, bir də əncir oldu. Gəldik sadə meyvələr. Sadə meyvələrin özünü quru və şirəli olmaqla iki yerə bölürük. Həm quru meyvələrimiz, həm də şirəli meyvələrimiz bir toxumlu və çox toxumlu olmaqla onların özləri də iki yerə bölünür. Və baxaq, quru bir toxumlular. Quru bir toxumlular dən meyvə, toxumca meyvə və fındıq meyvədir. Quru çox toxumlular, paxla meyvə, buynuz meyvə, qutucuq meyvədir. Gəldik şirəli meyvələrdə də bir toxumlu olan çərdək meyvə, çox toxumlu olanlar isə gilən meyvədir, alma meyvədir, qabaq meyvədir, hansı ki, narınc meyvə misalları olacaq. İndi bunlara bir-bir baxaq. Şirəli meyvələrlə başlasaq, şirəli meyvələrdən bir toxumlu olan dedi ki, çərdək meyvədir və bu çərdək meyvə haqqında bəzi testlər verilə bilər bizə, onun üçün biraz geniş danışmağa çalışacağım. Təbii ki, yetişmiş meyvə yanlığı lətli şirəli olduğu üçün biz bu bitkilərə, meyvələrinə şirəli meyvələr deyirik. Bunlardan bir toxumlu olanı dedik ki, çərdək meyvədir. Çərdək meyvə əslində, baxın, burada çox çərdəkli də ola bilər. Çünki o artıq bayaq qeyd etmişdim ki, hansı ki, çox çərdəkli meyvədirsə, çoxlu sayda dişici olan çiçəkdən əmələ gəlmişdir. Amma bir çərdəklərə misal olaraq ərikdir, şaftalıdır, albalıdır, gavalı misal göstərə bilərik. Yaxşı, bu çərdək dediyimiz nədir? Əsas məsələ odur ki, çərdək nədir? Çərdək meyvə yanlığının daxili daşlaşmış hissəsidir. Nə oldu? Çərdək meyvə yanlığının daxili daşlaşmış hissəsidir. Biz demişdik ki, meyvənin iki hissəsi var. Biri var meyvə yanlığı, bir də var toxumu. İndi bax, burada biz toxumu görürük. Qalan hissə də olur meyvə yanlığı. Baxın, burada meyvə yanlığının xarici qatı yazır. Burada orta qatı yazır, hansı o şirəli hissə. Bir də daşlaşmış daxili hissə, hansı ki, biz buna da deyirik çəyirdək. Və çərdək meyvələrlə bağlı belə bir test tapşırıqları da qarşımıza çıxa bilər ki, bəzən testlərdə deyilir ki, aşağıdakı meyvələrdən hansılarını biz, aşağıda adları verilmiş bitkilərin hansılarının biz meyvəsini əkirik. Yəni, toxumunu yox, meyvəsini əkirik. O zaman burada biz bir toxumlu quru meyvələri götürməliyik. Yəni, dən meyvə, toxumca meyvə, fındıq meyvəni götürə bilərik. Eyni zamanda bir də çərdək meyvəni götürürük. Niyə çərdək meyvəni götürürük? Çünki çərdək meyvə də bəli, meyvə ilə əkilir. İndi deyə bilərsiniz ki, necə yəni meyvə ilə əkilir? Axı, mən ərik əkəndə meyvəsi ilə əkmirəm və yaxud da ki, albalı olsun, gəbalı olsun. Meyvəsi ilə əkmirəm deyəndə ki, biz belə deyək, meyvə yanlığının o şirəli hissəsini yeyərəkdən əkmiş oluruq. Yəni, çərdək üzərində qalır. Və biz də nə dedik? Dedik ki, çərdək meyvə yanlığının daxili daşlaşmış qatıdır. Deməli, çərdək özü də meyvə yanlığının bir hissəsidir.
Kim çəyirdəyi sındıraraqdan çəyirdəyin içərisində olan toxumu götürür, əkir, belə bir şey olmur. O zaman bəli, meyvəsi ilə əkilən bitkilərin misalında olacaq çəyirdək meyvələrdir. Səbəb də oldu ki, çəyirdəklə bərabər əkildiyi üçün toxum çəyirdəkdən çıxarılaraq əkilmir. Çəyirdəklə birgə əkilir və çəyirdəkdə nədir? Meyvə yanlığının daxili daşlaşmış hissəsidir. Və gəldik gilə meyvə. Gilə meyvə sözü ki, burada meyvə yanlığı nazikdir və meyvə yanlığının daha doğrusu xaricdən nazik dəriciklə örtülür, özü şirəlidir. Burada üzümdür, pomidordur, biber, quş üzümü, badımcan misalını göstərə bilərik. Gilə meyvələr biz dedik ki, bu çox toxumlu meyvələrin misalındadır. Amma bir toxumlu gilə meyvələr də var, zirincdir, finikiya palmasıdır ki, biz bunları bir toxumlu gilə meyvələr misalında çəkə bilərik. Sonra gəldik alma meyvələr. Alma meyvələr də yalançı meyvələrdir. Əslində, bayaqlar yalançı meyvələrin misalını çəkəndə onları da qeyd etdim. Misal üçün, yumurtalıqdan başqa alma meyvələrdə kasacıq və çiçək yatağı da iştirak edir və deyirik ki, alt yumurtalığa birləşmiş olan kasacıq və çiçək yatağı da iştirak etdiyinə görə biz bunlara nə dedik? Yalançı meyvələr dedik. Hansı ki, buraya misal olaraq almanı, armudu, heyvanı, əzgili misal göstərə bilərik. Gəldik qabaq meyvələr. Bunlarda meyvə yanlığının xarici qatı odunlaşmışdır, qarpızdır, boranıdır, yemişdir, balqabaqdır. Bunları misal göstərə bilərik. Narınc meyvə misalı. Bunlarda meyvə qabığı süngər tiplidir. Sitrus bitkilərini misal göstərə bilərik. Limondur, portağaldır, greyfurtdur. Bunları misal göstərərik. Və gəldik bir toxumlu quru meyvələr. Bir toxumlu quru meyvələrdə biz nəyə diqqət etməliyik əsas? Yəni, bunların adlarını onsuz da bilirsiniz. Sadəcə biz burada əsas mövzuda nəyə diqqət etməliyik? Baxın, dərsdə kitabımız 6-cı sinifdə bir toxumlu quru meyvələrin birinci cümləsi budur. Meyvə yanlığı toxum cücərərkən dağılır. Bax, bu nə deməkdir? Mən onu sizə izah edəcəm. Meyvə yanlığı toxum cücərərkən dağılır deyəndə çox vaxt burada belə deyək, bir toxumlu quru meyvələri yox, çox toxumlu quru meyvələrin belə deyək, misalını göstərirlər. Hansı ki, burada yazılır amma ki, meyvə yanlığı əksər hallarda açılandır. Bu nə deməkdir? Meyvə yanlığı əksər hallarda açılandır. Bu o deməkdir ki, onsuz da meyvə yanlığı burada rahatlıqla açılır da, nəsə bir qeyri-adi bir şey deyil. Zaten rahatlıqla açılır. Amma burada deyir ki, meyvə yanlığı toxum cücərərkən dağılır. Yəni, bu o deməkdir ki, meyvə yanlığı toxuma o qədər möhkəm bitişikdir ki, yəni bitişik olmaya da bilər. Sadəcə olaraq meyvə yanlığını açmaq rahat deyil. Yəni asan bir məsələ deyil. Meyvə yanlığının açılması üçün toxum cücərməlidir və həmin o cücərti meyvə yanlığını açmalıdır. Bir var misal üçün buynuz meyvə, paxlan meyvə, noxudun meyvəsi olsun və yaxud da ki lobyan olsun. Zaten bunlar rahatlıqla açılacaqlar. Yəni, bunlar üçün xüsusi bir səy göstərməyə ehtiyac yoxdur. Amma burada deyir ki, meyvə yanlığı yalnız toxum cücərərkən açılır. Yəni, meyvə yanlığı möhkəmdir. Yalnız o toxum cücərərkən cücərti həmin o meyvə yanlığını aça bilər. Ki, bunları da misal olaraq dən meyvə, toxumca meyvə, fındıq meyvə misallarını göstərə bilərik. Dən meyvələrdə biz deyirik ki, meyvə yanlığı pərdə şəkildə toxum qabığına bitişik olur. Misal olaraq buğda, arpa, qarğıdalını misal göstərə bilərik. Toxumca meyvələrdə isə meyvə yanlığı toxuma bitişmir. Baxın, bitişmir. Bunun misalı da Günəbaxan, Astrageorgin. Ümumiyyətlə, toxumca meyvə mürəkkəbçəklər fəsiləsinin bütün nümayəndələri, topinambur falan hamısını misal göstərə bilərik. Yəni, mürəkkəbçəklər fəsiləsində meyvə toxumca meyvədir. Və bir də qarğıdalının hansı hissəsi yeyilir? Testlərdə qarşımıza çıxır. Günəbaxanın hansı hissəsi yeyilir? Qarğıdalı deyirəmsə, qarğıdalının meyvələri yeyilir. Niyə? Çünki meyvə yanlığı toxum qabığına bitişikdir. Axı, kim o meyvə yanlığını ayıraraqdan toxumu yeyir? Heç kəs. Və yaxud da ki, günəbaxan üçün desək, insan tərəfindən yeyilən onun toxumudur. Meyvə yanlığı yeyilmir insan tərəfindən. Fındıq meyvələrdə isə yenə bunlarda meyvə yanlığı bərk olacaq, odunlaşmış olacaq. Misal olaraq fındıqdır, püstədir, qozdur, badamdır, şabalıddır. Bunları misal göstərə bilərik. Və gəldik çox toxumlu quru meyvələr. Çox toxumlu quru meyvələr
meyvə yanlığı əksər halda açılandır deyir. Gözü rahatlıqla açılır. Bunların meyvə yanlığı açılması üçün xüsusi bir səy göstərməyə ehtiyac yoxdur. Rahatlıqla açılır. Bunlara misal olaraq çox toxumlu quru meyvələrə, misal paxla meyvədir, qutucuq meyvə, buynuz meyvə misalını göstərə bilərik. Paxla meyvə, buynuz meyvə. Bunlar bir-birlərinə bənzəyirlər, amma fərqi də var. Hər ikisində meyvə yanlığı iki taycıqdan ibarətdir. İstər bu paxla meyvə olsun, istərsə də buynuz meyvə olsun. Hər ikisində meyvə yanlığı iki taycıqdan ibarətdir. Amma əgər taycıqlardakı yuvalarda toxum yerləşirsə, bu paxla meyvədir. Taycıqlarda deyil də, onlar arasında olan arakəsmə üzərində toxumlar yerləşirsə, bu da buynuz meyvədir. Paxla meyvə misalları olaraq noxud, lobya, soya, akasiya, yer fındığını misal göstərə bilərik. Buynuz meyvə də kələmdir, turpdur, şalğamdır, vəzərəkdir. Bu kimi misallar göstərə bilərik. Gəldik qutucuq meyvə. Qutucuq meyvə isə yetişdikdən sonra toxumlar qutucuq üzərində dəlik yarıq olur ki, oradan rahatlıqla özləri tökülürlər. Bənövşədir, petuniyadır, bat-batdır, xaş-xaşdır, lalədir, tütündür, pambıqdır. Bu misalları da qutucuq meyvə misalına göstərə bilərik. Gəldik meyvə və toxumların yayılması. Bəzi bitkilər meyvə və toxumlarını özləri yayırlar. Bəzi bitkilər isə müxtəlif vasitələrdən istifadə edirlər həmin o meyvə və toxumların yayılması üçün. Misal üçün, gəlin baxaq, hansı vasitələr ola bilər? Külək vasitəsilə meyvə toxumlarını yayanlar var, heyvanlar vasitəsilə və su vasitəsilə. Külək vasitəsilə yayılanlar, misal var burada tükçüklü toxumlarla yayılanlar. Tükçüklü toxumlarla yayılanlara misal olaraq qovaqdır, söyüddür, su qamışı, qarğını misal göstərə bilərik. Qanadcıqlı meyvələr, hansı ki göyrüşdür, ağcıqayındır, cökəni misal göstərə bilərik. Uçağanlı toxumlar, zəncirotu misalını göstəririk. Və gəldik heyvanlarla. Heyvanlarla bir var qarmaqcıqlı meyvələr, hansı ki at pıtırağı, dəvə dabağının pişik dili. Pişik dili də bizim üçün 10-cu sinif dərsliyində yazılmışdır. Onda olmalıdır. Qarşılıqlı münasibət, canlıların qarşılıqlı münasibəti mövzusunda yazılmışdır və orada bu konvensializmə misaldır. Amma yetişmiş meyvələr, moruq, böyütkən, qarağat isə bu isə mutualizmə misaldır. Konvensializm, mutualizm, bunları xatırlasaq, nə idi konvensializm? Bir tərəf üçün neytral, digər tərəf üçün isə faydalı olan təsir, qarşılı təsir formasıdırsa, mən buna konvensializm demişdim. Və konvensializmdə, misal, at pıtırağı, dəvə-dabanın pişik dili üçün faydalıdır. Çünki onun meyvələri yayılır. Amma həmin heyvanlar üçün neytraldır. Yəni, olsa da olardı, olmasa da olardı. Amma moruq, böyürtkən, qarağatda heyvan onların meyvələrini yeyir, toxumların yayılmasına iştirak edir. Deməli, hər iki üçün faydalı, hər iki tərəf üçün faydalı bir qarşılıqlı təsir formasıdır, mutludur. İkisi də mutlu, o zaman mutualizm deyərik. Su vasitəsilə meyvə toxumları yayılan, burada su zambağı olacaq, elodeya olacaq, hansı ki qızıl ağac olacaq. Bir də var öz-özünə toxumları yayılanlar. Bunların özləri də iki formada olacaq. Yetişmiş meyvələri partlayaraq toxumları yayılanlar. Misal, itxiyarı, dəmir ağac misalını göstərə bilərik. Dərslik kitabında itxiyarının şəkli də var və orada görünür ki, seriklə bərabər yetişdikdən sonra toxumlarını necə tulluyur. Və bir də var lobya, xaşxaş, lalə, sarı, akasiya kimi bitkilər ki, onlar da yetişdikdən sonra deməli, açılır, meyvə yanlığı açılır və toxumlarını ətrafa yaymış olurlar. Belə, bu da öz-özünə tozlanan, daha doğrusu öz-özünə meyvələri yayılan bitkilərin misalı.